Salam, bugünkü izahımız olacaq 9-cu sinif Azərbaycan tarixindən 17-ci paragraf, yəni Azərbaycan xalq cümləti. Bu geniş mövzudur biraz, ona görə də bunu ya 3 ya da 4 hissədən ibarət izah edəcəm. Deməli belə başlayırıq. Deməli bu Cənubi Qafqaz Seyminin fraksiyaları arasında fikir müxtəlifliyi var idi. Hansı ki Erməni, Gürcü, Azərbaycan fraksiyalarının arasında fikir müxtəlifliyi var idi və 1918-ci ilin mayında Batumda sülh konfransı işə başlayıb. Bax Batum müqaviləsi yox, Batumda sülh konfransı. Bu konfransın çağırılmasında da əsas məqsəd Osmanlı ilə Cənubi Qafqaz Federativ Demokratik Respublikası arasında mübahisələr məsələləri həll etməkdir. Buna görə çağırılmışdı. Və 1918-ci ilin mayın 26-sında Seymin sonuncu iclası olur. Burada Gürcü fraksiyası, yəni Gürcülər deyir ki, biz Cənubi Qafqaz Federativ Demokratik Respublikasının tərkibindən çıxmaq istəyirik. Yəni bu çıxır, Gürcüstanın müstəqilliyini elan edir. Gürcüstan ayrıca müstəqil dövlət oldu. Sonra Gürcüstan hökuməti Almaniya ilə saziş imzalayır. Əslində qalsa bu saziş çoxdan hazırlanmışdı, amma indi burada bu hadisədən sonra imzalanır. Həmin bu sazişə görə isə o Almaniyanın qəyyumluğunu qəbul etmişdi. Və Azərbaycan fraksiyası da mayın 27-sində fövqəladə iclas keçirir. Həmin bu iclasda isə Azərbaycan Müvəqqəti Milli Şurası yaradılır. Və bu şuranın sədri Məmməd Əmir Rəsulzadə olur. Mayın 28-də isə iclasda istiqlal bəyannaməsi qəbul edilir. Bu istiqlal bəyannaməsinin bir maddələri əzbərləməyə ehtiyac yoxdur. Mənə elə gəlir ki, hər bir kəs testdə variantlara baxanda ayıra biləcək ki, hansı aid ola bilər, hansı aid ola bilmir. Məsələn, adətən testlərdə verirlər ki, Azərbaycan xalq cümləti yalnız həmsərhəd xalqlarla əlaqə saxlayacaqdır. Niyə yalnız həmsərhəd xalqlarla? Bütün xalqlarla, yəni normal münasibət göstərən bütün xalqlarla. Yəni bu kimi yanlış variantları da tapmaq çox sadə, çox rahatdır. Ona görə də özünüzü yorub əzbərləməyə ehtiyac yoxdur. Amma bir dəfə oxumalısınız ki, bilməlisiniz ki, hansı məsələlərə toxunulur. Məsələn, idarə etmə formasından deyir ki, hayal xalq cümlətidir, bütün millətlərlə mehribandır, bunu deyir. Yəni bu kimi məsələlər deyir. Eyni zamanda bu iclasda Fətəli xan Xoyskinin rəhbəri ilə ilk müvəqqəti hökumət yaradılır. Yəni birinci hökumət kabineti yaradılır və bunda bu müvəqqəti hökumət, yəni bu Azərbaycan xalq cümlətinin yaranması ilə də yəni axırıncı dünyəvi təməl olan yəni ilk dövlət olur şərqdə, ilk türk dövləti olur. Və 1918-ci ilin 4 iyun tarixində də bilirsiniz də Batum sülhüdür. Osmanlı ilə sülh və dostluq müqaviləsi imzalanır. Bununla da Osmanlı AXC-ni tanıyan ilk dövlət olur. Hətta Osmanlı burada belə bir maddə də var ki, əgər Azərbaycanın təhlükəsizliyi üçün nəsə bir narahatçılıq olarsa, Osmanlı ona ehtiyac olduğu təqdirdə kömək edəcəkdir. Silahlı qüvvələrlə yardım edəcəkdir. Və buna görə də elə yardım istəyir və Nur Paşanın başçılığı ilə Osmanlı ordusu, yəni Osmanlı hərbi qüvvələrdən ibarət Qafqaz İslam ordusu Gəncəyə gəlmişdi. Gürcüstan da bunu qısqanır, yəni Gürcüstan hökuməti bundan narahat olduğu üçün bizə deyir ki, yəni Tiflisi tərk edin. Axı bizim hökumət Tiflisdə idi. Ona görə də Tiflisi tərk etməyə bizi məcbur edir. Və ona görə də 16 iyunda Milli Hökumət Gəncəyə köçürür. Və yenə də 17 iyunda iclas keçirilir. Bu iclasda isə deməli Milli Şura öz fəaliyyətini dayandırır. Milli Şurada eyni zamanda elə yəni bu icra hakimiyyəti də yəni Xoyskinin təşkil etdiyi ikinci kabinetə verilir. Yəni həm qanunverici olur elə və həm icraedici də olur. Bu ikinci hökumət kabinetinə verilmiş olur. Bu hökumətdə eyni zamanda 6 aydan gecə olmayaraq məsləhət məclisləri çağırmalı idi. Sonra Bakının azad edilməsindən deyə bilirik ki, xalq cümhuriyyəti qurulandan sonra bu Bakı Xalq Komissarları Soveti nəinki onu tanımır, hətta ona qarşı hər cür vasitədən istifadə edib mübarizə aparır, siyasi, iqtisadi, hər bir vasitədən istifadə edib mübarizə aparır və Bakı Xalq Komissarları Sovetinin Gəncə hücumunun qarşısı isə iyunun sonlarında, burada tarixi yazmıyor dəstəkdə, iyunun sonlarında, iyunun 27-sində Göyçay döyüşlərində qarşısı alınır. İyulun 31-də isə həmin bu Bakı Xalq Komissarları Soveti deməli süqut edir. Onun yerinə avqustun 1-də yenə bunda tarixi verilməyibdi 9-cu sinif təhsilində. Avqustun 1-də isə yaradılır deməli Sentrokasiya diktaturası. Onun da tərkibinə SR Menşevik Daşnak qüvvələri daxil idi. Deməli onlar da Bakını əldə saxlamaq üçün bu əncəldə olan ingilis dəstələrini bura dəvət edirlər. Amma
Onlar nə addım atsalar da, yəni onların atdığı bütün addımlara qarşı yenə də Bakının azad edilməsinə əngəl ola bilmir də. Ona görə də sentyabrın 15-də Bakı azad edilir və 17 sentyabr isə Bakı olur paytaxt. Əvvəl Gəncə idi qeyd etdiyimiz kimi, sonra isə indi oldu Bakı. Sonra ərazisi və əhalisi haqqında da qısa da məlumat verib. Deməli, İstiqlal bəyannaməsində də qeyd edildiyi kimi, deməli, ərazisi Cənubi Qafqazın cənub və şərq hissələrindən ibarətdir. Yəni, bu hissələrini əhatə edir. Ərazisi sənədlərdə 114 min kvadrat kilometr göstərilir. Amma bu mübahisəli ərazisidir. Mübahisəsiz 97,3 kvadrat kilometrdir. Sonra əhalisi haqqında deyək ki, amma əhalisi çox qırğınlara məruz qalmışdı. Yəni, bilirsiniz də 1905-6-cı illər qırğınlarında, sonra 1918-ci il mart soyqırımında, yəni dəfələrlə qırğınlara məruz qalmışdı deyə. Ona görə də yəni burada demoqrafik sarsıntılara məruz qalmışdı. Belə, sağ olun.